Torlu qışanın yırtıqlı qopmalarından bəhs eləmək istəyirəm. Hansı ki, bu qopmalar zamanı, yəni qopmaya səbəb olan faktor torlu qışada əmələ gələn yırtıqlardır. Bu yırtıqların da əmələ gəlməsinə risk faktorları vardır. Hansı ki, bu risk faktorları içərisində ən çox rast gəldiyimiz torlu qışanın periferik degenerasiyaları, yəni incəlmələri nəzərdə tuturuq. Bu incəlmələr vaxt etibarilə və ya göz içində mayedə, yəni şüşəvari cisimdə dəyişikliklər nəticəsində yırtığa çevrilə bilirlər ki, hansı ki, bu yırtığa çevrildikdən sonra yırtıqlar da torlu qışanın qopmalarına səbəb ola bilirlər. Torlu qışanın yırtıqlı qopmalarında əslində xəstənin erkən müraciəti çox vacibdir. Yəni yırtığın erkən təsbit olunması, yırtığın ətrafının lazerlə vaxtında bərkidilməsi torlu qışanın qopmasının da qarşısının alınması deməkdir. Hətta bəzən yırtıqla birlikdə kiçik lokal qopmalarda belə lazer elədiyimiz və torlu qışanın qopmasının, yayılmasının qarşısını aldığımız xəstələr çoxdur. Yəni bu nə deməkdir? Əslində torlu qışanın qopmaları zamanı ehtiyac duyduğumuz vitrektomiya əməliyyatı kompleks bir əməliyyatdır. Yəni göz daxilinə giriş olunur, şüşəvari cisim gözdən çıxarılır, torlu qışa yatışdırılır. Torlu qışa yatışdırıldıqdan sonra gözün içinə bir tamponad verilir. Bu tamponad seçimimiz qaz və silikon yönündə olur. Yəni ikisindən birini verir. Yırtığın lokalizasiyasına görə, gözün torlu qışanın müddətinə görə bu dəyişir. Silikon gözdən əməliyyatla xaric olunur. Qaz isə göz daxilində öz-özünə sorulub gedir. Torlu qışadakı qopmaya səbəb olan yırtıqların erkən mərhələdə təsbit olunması və bu yırtıqların ətrafının lazerlə bərkidilməsi öncəsində də bəhs etdiyim o kompleks əməliyyatdan xəstənin qurtulması deməkdir. Ona görə xəstələr gözlərində uçuşma şikayəti varsa, hər hansı nöqtə şəkilli, bəzən iplik şəkilli uçuşmalardan bəhs edirlər. Uçuşmalar varsa, gözlərində işıq parıldamaları, yəni iskralar deyirlər, bəzən olursa və ya gözlərində hər hansı bir kölgə əmələ gəlibsə, mütləq həkimə müraciət etməlidirlər ki, yırtığın erkən diaqnostikası mümkün olsun. Kiçik bir lazer, baraj lazer dediyimiz müdaxilə ilə böyük bir əməliyyatdan yaxa qurtulmuş olsun xəstələr.